Biləsuvar rayonunun Amankənd kəndində məişət tullantıları ilə bağlı vəziyyət sakinlərin narazılığına səbəb olur. Kənd ərazisində zibil konteynerlərinin olmaması əhalini çıxılmaz vəziyyətə salıb. Sakinlərin sözlərinə görə tullantıların toplanması üçün şərait olmadığından onlar məcbur qalaraq zibilləri ərazidən keçən kanala atırlar. Bu isə ətraf mühitin çirklənməsinə, kəskin qoxunun yayılmasına və ümumilikdə antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bildirilib ki, məsələ ilə bağlı dəfələrlə kənd bələdiyyəsinə müraciət olunsa da, problem hələ də həllini tapmayıb və rəsmi qurumların laqeyd münasibəti narazılığı daha da artırır. Çarəsiz qalan sakinlər bəzən tullantıları yandırmağa üstünlük verirlər. Lakin bu da havanın çirklənməsinə və insanların sağlamlığı üçün əlavə risklərin yaranmasına gətirib çıxarır. Sakinlər problemin aradan qaldırılması üçün aidiyyəti qurumların təcili tədbir görməsini gözləyirlər.